Ümumiyyətcə qeyd, himn, bayraq, bu dövlət rəmzlərini harda görsək bilirik ki, söhbət milli kimliyin dərkindən gedir. Bir də var ki, yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır. Məsələn, uşaq bilir ki, mən Bakı şəhərində yaşayıram. Mən Azərbaycanda yaşayıram. Məsələn, Göyçayda yaşayırsa, orada nələr yetişir, insanları necədir, hansı yerləri var, bunları tanıyırsa, deməli uşaqda fəal vətəndaş mövqeyi, səriştəsi formalaşıb. Himnimiz haqqında, deməli dövlət rəmzlərimiz haqqında məlumatı varsa, milli kimliyin dərki, öz yaşadığı ölkə haqqında, rayon haqqında məlumatlıdırsa, deməli fəal vətəndaş mövqeyi uşaqda formalaşıb. Yəni bu səriştələr uşaqda formalaşıb. Şəxsi və sosial məsuliyyət bu nə deməkdir? Davranış qaydaları haqqında uşaq məlumatlıdır. Yəni məsələn uşaq küçədə, ictimai yerlərdə, avtobusda, maşında uşaq necə davranmalı olduğunu bilir. Yəni adından da göründüyü kimi sosial məsuliyyət. Uşaqda sosial məsuliyyət varsa, cəmiyyətə qarşı olan bir məsuliyyət varsa, deməli uşaqda şəxsi və sosial məsuliyyət səriştəsi formalaşıb. Məsələn, uşaq küçəni zibilləmir, təbiətə ziyan vurmur, ağaclara ziyan vurmur, cəmiyyətdə özünü düzgün apara bilir. Deməli, uşaqda şəxsi və sosial məsuliyyət səriştəsi yaxşı formalaşıb. Yox, bunları eləmirsə, uşaq küçəni zibilləyirsə, avtobusda düzgün davranış qaydasını bilmirsə, deməli uşaqda şəxsi və sosial məsuliyyət səriştəsi formalaşmayıbdır.